Mərhum şair Nüsrət Kəsəməllinin aktyor oğlu Rəşad Kəsəməlli ilə nəvəsi Cavidan Kəsəməllinin münasibətləri pisləşib. Bu, onların sosial şəbəkə paylaşımlarında bəlli olub. Belə ki, Rəşad Kəsəməlli Facebookda bu sözləri yazıb. İşiniz keçdiyi müddətdə əmi dediklərinizə, quyruğunuz qapı arasından çıxandan sonra tanımıram səni deməyin. O qapıya bir də işiniz düşər. Haqqını halal etməz. Bu paylaşıma onun qardaşı oğlu Cavidandan da cavab gecikməyib. Özünü əmi sayan və bunu indi xatırlayan biri istehza ilə paylaşım edib, düzgünlükdən, halallıqdan danışır. Hər dəfə olduğu kimi öz publikasını oynamağa çalışır. Sənin heç vaxt üstümdə haqqın olmayıb, sadəcə elə göstərməyə çalışmısan. Sən ümumiyyətlə özündən başqa heç kimi düşünəcək xarakterdə deyilsən. Kimlərisə inandıra bilərsən, amma səni çox yaxından tanıyanları əsla. Yad məsələlərə körpəni qarışdıran, özəl günlərdə özünü xəbərsiz aparıb ögey münasibət göstərən, tək qalmağıma səbəb olan biri olaraq bunu hiss etdirməmək əvəzinə heç nə ilə maraqlanmayan biri mənə hansı üzlə sənin doğmanam deyə bilər. Vallahi danışsam çox şey deyərəm. İnan, açıqlamasını verə bilməyəcəksən. Əgər açıq danışaq deyirsənsə, mən hazıram. Hər şeyi açıq paylaşaq. Kartları açıq oynasaq sənə heç sərf eləməz bilirsən. Mənə maraqlı deyilsən. Bəli, səni tanımıram. Necə ki sən özün tək qoyub məni tanımadın. Cavidan Nüsrət Kəsəməllinin böyük oğlu Araz Kəsəməllinin oğludur. Araz Kəsəməlli 1998-ci ildə qeyri-rəsmi nikahda yaşadığı qadını qətlə yetirməkdə ittiham olunur. Daha sonra isə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə yenidən həbs edilib.